Salam, hər vaxtınız xeyir. Mən bundan əvvəlki videoda mənsubiyyət haqqında danışmışdım və problem olduğu üçün video yarıda kəsildi. İndi isə mən sizə mənsubiyyətin ikinci hissəsi haqqında danışacağam ki, bəzi sözlərimiz var ki, bu sözlər bədən üzvləridir ki, burada mənsubiyyətlə şəkilçisi gəldikdə kökləçi sahitdən biri düşür. Deməli, bunlar hansı bədən üzvləridir? Gəlin sadalayaq. Yazıram ağıl, daha sonra beyin, ağıl, beyin, ağız, boyun, burun, çiyin, əyin, oğul, könül, qarın, qoyun, qayın, ovuc kimi sözlərdir ki, baxın, gördüyünüz kimi bunların əksəriyyəti bizim bədən üzvümüzlə bağlıdır. Ağıl, beyin, ağız, boyun, burun, çiyin, əyin. Əyin üst-baş mənasında, könül, qarın, qoyun, qucaq mənasında, ağuş mənasında, qayın, qohumluq mənası, ovuc və oğul. Oğul da deməli, burada bizdən törüyür. Buna görə də bunu da bədən üzvü kimi götürə bilərsiniz. Bədən üzvü dedikdə daha doğrusu bizə aid olan bir şey kimi. Yəni bunu kod olaraq bu cür yadda saxlasanız daha yaxşı olar ki, bunlara saitlə başlanan mənsubiyyət şəkilçisi gələndə kökləşə saitin biri düşür. Məsələn, yazıram ki, oğlum gəldi. Baxın, görürsünüz, burada oğlum deyəndə mən burada oğlum demirəm. Çünki bu yanlışdır. Burada oğul kimə aiddir? Mənə aiddir. Yəni mənim oğlum və kökdəki saitini saldı. Amma mən desəm ki, oğulun yaxşısı. Burada salmayacağım. Çünki burada oğlun sözündəki un şəkilçisidir, yiyəli çaldı. Burada mənsubiyyət artıq sıdır, yaxşısı. Ona görə burada düşmə olmur. Və yaxud da deyirəm ki, çiynim ağrıyır. Burada da çiyin kimə aiddir? Yenə mənə aiddir, mənim çiynim və mən burada çiyinim deyə bilmərəm. Burada da yanlışlığa yol vermiş olaram. Daha sonra qayındır, qoyundur. Bunlar dedik ki, qucaq mənasında, qayın da qohumluq mənasındadır. Və yaxud da ağzını açdı. Bir də deyirəm, ağzını açdı. Ağız kimə aiddir? Ağız kimə aiddir? Bəli, ağız ona aid olacaq. Onun ağzını açdı. Deməli, ağzı, buradakı ı nə olacaqdır? Deməli, buradakı ı olacaq mənsubiyyət. Bəs yaxşı, burada ikinci ı da var. Bu nə olacaqdır? Bu da olacaq təsirli yalın şəkilçisi. Mən burada bunu desəm, artıq yanlışlığa yol vermiş olaram. Bəzi sözlər də var ki, baxın, bu sözlərə oxşuyur. Qədirdir, daha sonra qisim, cisim, meyil, zehin, sonra deyə bilərəm sətir, sinif, İndi bunları kitab üzərindən də sizə göstərəcəm. Şəkildir, heyfdir, heyf, şəkil. Baxın, bu tip sözlərdir ki, bu sözlərdə isə saitlə başlanan, baxın, saitlə başlanan həm hal gələndə, həm də mənsubiyyət gələndə köklü düşmə olur. Yəni, sən burada mənsubiyyət də desən, hal da desəm, düşəcək. Məsələn, deyirəm ki, şəklin üzü, bir də deyirəm, mənim şəklim. Baxın, birincidə şəklin üzü deyəndə burada nədir? Yəlik və mən burada şəki, i'ni salıram burada. Və mənim şəklim deyəndə buradakı im nədir? Mənsubiyyət. Yenə də burada i'ni vermirəm, burada da salıram. Demək, şəklin üzü və mənim şəklim birləşməsində hər ikisinə nə oldu? Düşmə oldu. Yəni, bunu mütləq yadda saxlayın. Testlərdə bizə necə düşəcək? Yazacaq bizə, məsələn, oğul, sonra yazacaq cisim, sonra yaza bilər ağıl, könül, isim, fəsil, zehin. Deyə bilər ki, bu sözlərə saitlə başlanan, baxın, bu cür yaza bilər, saitlə başlanan mənsubiyyət gəldikdə
neçə sözdə düşmə olacaq. Siz bunu biləndən sonra siz bilməlisiniz ki, mənsubiyyət həm bədən üzvündə düşürdü, həm də o birində düşürdü. Ona görə siz deyəcəksiniz ki, müəllimə, burada hamısında düşmə olacaqdı. Çünki baxın biz burada da düşmə eləyirdik, bədən üzvlərində də. Bəs yaxşı, saitlə başlanan mənsubiyyət deməsəm, burada hal desəm hansında düşmə olacaq? Hal dediyimə görə oğul mənsubiyyətdə düşür, bədən üzvüdür. Ağıl mənsubiyyətdə düşür, könül mənsubiyyətdə düşür. Deməli, halda düşənlər cisim olacaq, isim olacaq, fəsil olacaq və zehin olacaq. İndi mən buna hamısına deyir ki, ın üstü 4 hal şəkilçisini artırsaq, bu sözlər neçə hecalı olacaq? Mən dedim ki, oğulda düşmə olmur. Oğulum. Neçə hecalı oldu? 3 hecalı. Cisimdə düşmə olacaq. Deməli, mən burada cisimində düşmə eləsəm, cismin. Deməli, bu neçə heca olacaq? Artıq 2 heca. Sözdə 2 sait var. Daha sonra ağıl sözündə düşmə olur? Olmur. Deməli, neçə heca oldu? 3 heca. Könül sözündə düşmə olur? Könülün. Düşmə olmur. Neçə heca oldu? 3 heca. Daha sonra isim sözündə düşmə olur? Düşmə olur. Necə olacaq? İsmin. Neçə heca oldu? 2 heca. Fəsil sözündə düşmə olur? Fəslin. Düşmə olur. 2 heca. Zehin sözündə düşmə olur? Bəli, düşmə olur. Zehnin kimi yazıram. Bu da 2 heca. Deməli, bizim bu sözlərdə oğul, ağıl və könül sözləri 3 hecalı oldu və yerdə qalanları isə 2 hecalı söz oldu. Və imtahanda da bizdən bu cür testlər çox düşəcəkdir. Gəlin indi başqa bir şey yazacaq və həmin şeyin üzərində işləyək. Məsələn, ovuc, bu sözlər oğul, daha sonra çaşdıraq biraz, əsir, sonra xeyir, sonra yazaq bura qarın, ətir, sonra beyin yazaq. Yazım, səbir yazım. Səbir. Deyir bu sözlərin hansına ı təsirli hal şəkilçisi, baxın, ı üstü 4 təsirli hal şəkilçisi qoşanda hansı sözlər 3 hecalı olur? Mən də 3 hecalı olması üçün mənsubiyyət düşürəndə, mənsubiyyət artıranda düşür deyə onları seçməliyəm. Çünki bax, ovuc bədən üzvüdür, düşmə olmayacaq deyə 3 hecalı olacaq. Oğulda düşmə olmayacaq, 3 hecalı olacaq. Əsil, xeyir, qarın. Əsil xeyirdə düşmə olacaq. Qarın bədən üzvüdür, düşmə olmayacaq. Beyin bədən üzvüdür, düşmə olmayacaq. Deməli, mənim burada 3 hecalı sözlərim oldu. Ovuc, oğul, qarın, beyin. Amma mənsubiyyət gələndə hamısı düşür. Və deyirəm ki, oğlu çağır. Kimi çağır? Kimi. Mən burada kimi sualı verdim. Deməli, bu nədir? Təsirli. Və təsirli halda mən burada oğlu verməli idim, yoxsa oğlu? Təbii ki də mən burada yanlışlıq eləmişəm. Təsirli halda axı burada düşmə olmur. Bəs desəm, oğlu gəlir. Deyə bilərəm burada kimi gəlir? Xeyr, deyə bilmirəm. Oğlu gəlir. Sual verirəm. Kim? Deməli, burada oğul kimə aiddir? Onun oğlu. Və ona görə burada kökdəki onun birini salmağa ixtiyarım var. Başqa nümunələrə baxaq. O nümunələr üzərində daha da yaxşı öyrənəcəyik. Baxın burada ağızdır, ağıldır, daha sonra alın, beyin, boyun, burun, çiyin, əyin, könül, qarın, qoyun, qayın, ovuc, oğul. Bunlarda düşmə olur, yalnız mənsubiyyət gələndə. Baxın, burada saitlə başlanan söz gəlib, beyninə. Əsaid gəlib, amma düşmə olmayıb, çünki bu söz yönlük haldadır. Mənsubiyyət gələndə düşmə olur. Ağzı düşmə olmayıbdır, çünki bu söz hansı halda olacaq? Təsirli halda olacaq. Alına düşmə olmayıbdır, çünki bu söz yönlük haldadır. Ovucun, çünki bu söz yiyəlik haldadır, u düşməyib. Qoyunun, çünki bu sözdə düşmə yoxdur, hansı haldadır? Yenə yiyəlik. Qayına, yenə yönlük hal. Sənə versə ki, ovucun sözü hansı haldadır, sən buna adlıq deyəcəksən. Çünki burada düşmə var. Amma sənə desə ovucun sözü hansı haldadır, sən buna yiyəlik deyəcəksən. Çünki burada düşmə yoxdur. Yəni bədən üzvlərində düşmə yoxdursa, siz əsasən bunu adlıq hal, yəni mənsubiyyət götürürsünüz. Bəzən sizi belə çaşdıra bilər. Ovucundan. Bu hansı haldadır? Buna siz çıxışlıq deyəsiniz. Amma bundan əvvəl gələn sənin ovucun, bax sənin artıra bilirəm. Yəni burada həm mənsubiyyət var, həm hal var. Birinci mənsubiyyət gəldiyinə görə düşmə olubdur.
Baxın, bu hissəyə baxaq indi. Burada ağıl, zəka, şuur mənasına işlənəndə mənsubiyyət gəldikdə düşmür. Malqara saxlanılan yer mənasında isə başqa bir mənası da var. Yəni ağıl sözü həmçinin amonim sözdür. Beynim, bax mənim beynim. Görürsüz, burada i nə etməlidir? Düşməlidir və düşdü. Ovucum, ovuc kimə aiddir? Mənə aiddir. O düşdü. Çiyin kimə aiddir? Sənə aiddir. İ düşdü. Yəni bu cür sözlərdə düşmə hallarına mütləq diqqət yetirin. Baxın, sinif sözü mənim sinifim. Burada mənsubiyyət gəlib və düşmə var. Sinifə sözündə yönlü çaldadır, yenə düşmə var. Yəni yerdə qalan sözlərdə isə həm hal, həm mənsubiyyət gələndə düşmə olur. Gəlin bu suala baxaq. İsimlərin birində işarələnmiş şəkilçisi bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Deməli, düşmə varsa mənsubiyyətdir. Sinifin sözünü mən bilmirəm. Təsirlikdir yoxsa haldır. Mən birinci baxıram ki, bədən üzvü hansıdır? Sinif, zehin, şəkil, ömür, oğul sözüdür. Konkret belə tapa bilərik. Çünki mən bunları da bir dənə fərqlənən oğul sözüdür. Bura baxıram, səbir, ömür, nəsil, fikir, deməli bu olacaq cavabım. Mənsubiyyət şəkilçisi çiyin sözüdür. Yəni bədən üzvünə aid olanlar içərisində bunu götürə bilərəm. Daha sonra, çünki mən burada ömrü sözünü həm onun ömrü, həm də ömrü təsirli, yəni həm adlıq hal, həm təsirli, səbrin həm yiyəlik hal, həm də ki, sənin səbrin mənsubiyyət götürə bilərəm. Daha sonra sənin nəslin həm mənsubiyyət, həm də yiyəlik, fikri, onun fikri həm təsirli, həm mənsubiyyət götürə bilərəm. Bunlar ikili məqamda düşünülə bilər. Çünki bunlarda həm mənsubiyyət, həm hal gələndə düşmə olan məqamlar idi. Gəlin indi baxaq görək başqa buna uyğun suallar tapırıqsa işləyək. Baxın, burada deyib mənsubiyyət şəkilçisi qəbul edəndə isimlərdən biri ümumi qaydadan kənara çıxır. Burada mənşəyi olacaqdır. Çünki bu bütün məqamlarda y bitişdiricisi ilə işlənmiş olacaqdır. Burada məsələn mövqeyi söz olacaqdır. Çünki burada da y bitişdiricisindən istifadə olunmuş olacaqdır. Burada deyir həm mənsubiyyət, həm də təsir yaş şəkilçisi vardır. Bu düzdür, bizim keçdiyimiz dərslə əlaqəsi yoxdur, amma yenə də izah edeyim. Nüriyənin bacısı oxumağı çox sevir, vətənimi sevirəm. Vətənim, mənim vətənim isə haldır. Vətəni sevməyin isə olmaz. Nəyi? Buradakı i hal şəkilçisidir. Nüriyənin bacısı oxumağı sevir. Burada içini götürə bilərik biz. Daha sonra bizim işlədiyimiz testlərə uyğun testlər başqa baxaq, burada var. Deyəsən bu hissəni bağlayıb demişəm, yenə də deyirəm. Baxın, deyir oğul isminin kökündə o hərfi düşməməlidir. Burada mənsubiyyət gələndə düşür. Oğlum, mənim oğlumdur, mənsubiyyətdir. Oğlun yaman dəcəldir, sənin oğlun mənsubiyyətdir. Oğlumuz şükür ağıllanıbdır, bizim oğlumuz mənsubiyyətdir. Oğlum pisi yaxşısı olmur və onun oğlu bu il məktəbi qurtarır. Onun oğlu burada da mənsubiyyət. Oğlum pisi yaxşısı olmur, burada isə yiyəlik haldır. Deməli, burada mütləq düşməməlidir. Bu testdə də baxaq, hansı dərəcədəki isimlərin hamısına saitlə başlanan şəkilçi artıranda düşmə olur. İstənilən şəkilçi. Mən burada baxıram ki, alın bədən üzvüdür. Buna yalnız mənsubiyyət artıranda düşür. Boyun bədən üzvüdür. Mənsubiyyət artıranda düşür. Oğul da mənsubiyyət artıranda düşürdü. Daha sonra ağıl da mənsubiyyət artıranda düşürdü. Burada cavabımız D variantı daha uyğundur. Sonra hansı sözü ancaq mənsubiyyət şəkilçi artıranda düşürdü? Təbii ki də bu oğul sözü olacaqdır. Daha sonra biz burada baxırıq. Saitlə başlanan şəkilçi artıranda son sayda düşən iki hecalı. Saitlə başlanan şəkilçi istəyir bizə. Burada deməli nəsil, fəsil, ətir sözləri uyğun ola bilər. Baxaq o biri sözlərə də daha uyğun cavabımız olacaqdır. Burada A variantı. Daha sonra burada baxırıq. Deyir hansı dərəcədə sözlərin hamısının sözünə saitlə başlanan həm hal, həm mənsubiyyət artıranda düşürdü. Mən burada baxıram ki, burada beyin yalnız mənsubiyyətdə düşürdü. Boyun mənsubiyyətdə düşürdü. Oğul, oğul sözləri mənsubiyyətdə düşürdü. Cavabımız burada olacaqdır. Yenə də A variantı. Dərsimiz bu qədər. Sağ olun, salamat qalın.